əhvalınız? Neçə vaxtdır videolar gəlmirdi, qısa danışıram. Bu da mənim, belə deyim, həm iş güc barəsində idi, yəni vaxt ayıranmırdım. İkincisi də ki, hələ də alətlərimi tam yığa bilmirəm. Ya telefon köhnə olur, telefon alıram, ya mikrofon olmur. Yəni inşallah indi xırda başlayacağam davam eləməyə. Videolar da gələcək. Bir də ki, elə video başlamamış. Yəqin ki, kolleksionerlər elə girib baxacaq. Elə buradan kolleksioner sözüm odur ki, dəstək deməklə deyil. Yəni zəhmət olmasa bizə dediyiniz kimi dəstək olun ki, biz də gələk. Bundan daha çox, bundan daha az problem yoxdur. Əsas odur ki, kolleksiya videoları çəkək. İndi istəyirəm görüntünü göstərim. Yanında əsasən Volvo kolleksiyası olan bir qardaş var, Caviddir. Salam aleyküm. Bu belə göstərim sizə bir dənə də qısa şəkildə. Altda da modellər var. Çox çəkmirəm, bir inşallah gələcək. Üstdə də belə modellərimiz var. Yerimiz az olduğu üçün həm də ki, belə deyim, əsas ən önəmli modelləri yığmışıq. İndi inşallah davamı gələr, başqa yenə videolar çəkərik. İstək olsa o pisi modelləri də çəkərik, o heç. Cavid bəy, bu nə vaxtdan başladınız bu kolleksiya yığmağa, o maraqlıdır? Deməli 2021-2022-ci illərdə başlamışam kolleksiya yığmağa, Volvo modellərini yığmağa. O gündən bu günə də yığa gedirəm. Bu elədir də, yəni bunun bir A nöqtəsindən B nöqtəsinə belə bir şey yoxdur da. Başladım, qutarım söhbəti yoxdur, üstə getdi. Bunu da deyim, hamısı orijinaldır, indi bir keçəcəm mən. Yəni hamısı orijinal modellərdir, xüsusi zövqlə toplanmış modellərdir. Yəni özünüz də görəsiniz. Mən də bir yük maşını xəstəsi olaraq yəni bayaqdan baxıram da, istəyirəm uşaq kimi uzanım yerdə bunlarla oynayım. Yəni bax, belədir. Bu hobbinin, bu kolleksiya yığmanın yaşla önəmi yoxdur. Uşaqlar var, bir də yəni sizə mənim qrupumda olanlar, məni izləyənlər bilir. Mənim TikTok səhifəm elədir ki, belə deyim, follow yığmaq üçün, takipçi yığmaq üçün eyni modelləri ata bilərəm. Amma mənim yenə dediyim kimi, siz həmin o vazdan əl çəksəz, fərqli modellər yığırsınız. Yəni məcbur deyil, bunu yığırsınız. Bəlkə BMW yığırsınız, bəlkə sedan yığırsınız, bəlkə kap yığırsınız. Yəni bunun fərq eləmir. Əsas odur ki, düzəməlli bir şey yığırsınız. İndi də deyərsiniz ki, misal üçün, bunlar bəlkə cibinizə uyğun deyil. Onunla da problem deyil. Söhbət onun orijinallığından getmir. Sadəcə biləsən ki, nə yığırsan, necə yığırsan, nə işlə məşğulsan. Yəni o çox önəmlidir. İndi mənə baxmayın, mənim elədir ki, əlim qaşınanda gəlib hansısa bir model alıram ki, yığım bu həvəsimi öldürüm. Amma sırf kolleksiya yığanlar, yəni yığmaq istəyənlər də bu videoya baxsın ki, yəni nədir söhbət, nədən gedir. İndi mən çox da belə ay nə vaxt yığdın, ay nə elədin, ondan keçmək istəmirəm. Əsas odur ki, modelləri təqdim edək, biraz modellərin tarixinə və yaxud da ki, nəyi necə aldın. Yəni ən belə hekayəsi olan model hansıdır? Çünki bu dəmir parçası olsun, olmağına baxmayaraq, buna elə olur ki, hekayəsi olur, elə olur bir müddət gözləyirik, başımıza hadisələr gəlir, elə onda inşallah birazdan öyrənirik. Uşaqlar yeri gəlmişkən, bunu hər videoda çalışıram deməyə, bu videoda da deyirəm. İndi çox adam deyəcək ki, bunlardan Sədərəkdə var, bunlardan bizim qonşumuz Akif dayda var, filan kəsdə var, Behman kəsdə var. Yəni o heç, onu yəni bilən adam bilir ki, əlbəttə ki, bu modellər yəni başqa ölkələrdən gəlir, bəzi kolleksiyonerlərdən ikinci olaraq alınır, bunlar heç. Amma yəni bunun əsasını sizə deyim, modeli gətirilmə söhbəti var ki, deyir, bu niyə belə bahadır və yaxud da ki, bu niyə belə əziyyətlə gəlir. Yəni bunun bir dəyəri var, bir də ki, yəni özümüzün başına gələn hadisələr var. Yəni qısa konkret uzatmadan deyə bilərəm ki, adicə bir model vuranda belə gömrükdə sənin əlavə bir işin yarana bilər, modelin qırıla bilər. Qısa belə ona da girim, biz Eminin vaxtında 124 gətirmişdik. Qaqaş Türkiyədə kargoya qoyanda da, eləyəndə də videosunu çəkdik, bildik ki, model salamatdır. Bir həftə falan gözlədik. O maşın gələndə
diskin ortalarından dördü qırılmışdı, altlığı aşağı düşmüşdü, yuxarısı ayrı idi. Yəni ilk günündəydi, biz onu Lego kimi yığdıq. Yəni bu belə bir şeylər də var. Yəni bu demək deyir ki, biz bununla məşğul oluruqsa, bu əlimizin altındadır. Deməli uşaqlar, modellərə gələndə indi yaxın çəkim alacağam hamısını, belə də sizə göstəreyim. Modelə keçəndə bunlar hamısı 1.43 ölçülü modellərdir. Ondakı da deməyə təkrarlamaya ehtiyac yoxdur. Miqyas söhbət var. Real maşının, real tırın mı deyim, yük maşını mı deyim, onun bir neçə dəfə kiçildilmiş versiyasını deyirlər. Dedim təkrarlamayacağam, təkrarladım, nəysə. Burada əsasən mən özüm yük maşını xəstəsi olduğuma görə yük maşınları çoxluq təşkil edir. İndi belə qısa məlumatla deyəcəm. Abi, sağ olsun, gəl istəsən başlayaq bundan. Volvo birinci yük maşınıdır. Bunu da göstəreyim. Biz daha belə alternativ üsula deyək gəlirəm. Bu model Volvo'nun birinci yük maşınıdır. Volvo LV4. 1928-30-cu illərdə istehsal olunub. Və bu yəni model görürlər artıq özün yəni bir qədər də olsa doğrulub. Ondan sonra başlayıb Volvo yeni yük maşınları istehsal eləməyə. Uşaqlar əvvəlki dizaynları onsuz da bir-birlərinə oxşuyur, amma yəni modelin sırf modelə gəldikdə yığılması həqiqətən çox maraqlıdır. İndi bu ən belə birinci nəsil olaraq dediyim. Birinci yük maşını Volvo. Bəli, bəli. İndi sizə göstərəcəm. Bax burada adama nə ləzzət eləyir. 80-cı 90-cı illərdə innovasiya, texnologiya daha da sürətli irəlilədikcə bax belə maraqlı dizaynlar çıxır. Bax belə maraqlı elektron şeylər çıxır. Volvo mən bildiyim qədər çox ilklərə toxunur. Yəni sizə göstərim. Birinci təhlükəsizlik kəmərinin Volvo. Volvo. Elə mən deyirəm axı təhlükəsizlik kəməri olmalı. Bu nəsə ilə gedir mi? Bu gedir Volvo F1012. Uşaqlar tarixinə bir o qədər. Bu gedir Volvo. Bu istehsal 1988-ci ildə Volvo gedir adı F88. Daha sonra arkada Volvo F16, sonra arkada FM. Bunlar Volvo F89 2 dənə yan-bayan. Məsələn, bu Volvo'nun yük maşının 25 ilinə, yəni daha doğrusu daha dəqiq FH modelinin 25 ilinə görə hazırlanmış modeldir. Bu da Volvo F10-12. Möhtəşəm rəngi var. Volvo FH12 tandem. Elə göstəreyim. Uşaqlar, bu modeli mən sizə belə daha ətraflı göstərmək istəyirəm. Uşaqlar, indi göstərmək istəyirəm. Yükü belində olan tipli Volvolardandır. Görürsünüz, diskləri yığılmasını belə göstərim. İndi deyərsiniz ki, bunun sənə niyə belə cəzb elədi qıraqdan? Sənə zəhmət asardım bunu, baxaq. Bir belə detaylı işlənməsidir, təkər dönür. Motorunu da sizə göstəreyim. Bir dəqiqə belə eləyək. Motoru bu buradan yığılıb. Bir də bunun əsas bir söhbəti var, onu da Zabit qardaşımız göstərsin. Üstü çıxır. Bunun üstü çıxır. Deməli, bunu, ya Allah, bunu qoyaq qırağa. İndi keçək əsas məsələmizə. Uşaqlar, gördüyünüz kimi belə yüklərin ayaqları olur. Maşın arxa-arxaya gəlir, girir bunun altına, ayaqları yığılır. İndi sizə göstərəcəm necə. Yəni, bu realda da olan bir şeydir. Modeldə də özünü əks etdirir. Bunu çox firma yığmır da, amma bu belə başqa bir şeydir. Arxası da belə açılır. Ne uşaqlar belə olur da, misal üçün bu, ya Allah, qoyaq bura, dəmir ki orada. Bu gedir arxaya belə, yük oturur. Gördüyünüz kimi qıraqlarda var. Kargolar görürsünüz, daha doğrusu belə konteynerlər. Həmin konteyner kimidir, sadəcə bu daha belə yaxşı variantıdır.
Oturur üstünə, vəsə. Sonra Buradan ayaqlar bağlanır. yığırsan. İndi o 30-durmaq əsdə, indi belə tam da 30-durmur. Yəni sürən real adam deyil ona görə. Ayaqları girir, bax belə. Yəni, çox qəşəng bir temadır, həqiqətən bəyəndim. Rəngi olsun, özü olsun, yığılması olsun. Yəni, çox möhkəm şeydir. Deməli uşaqlar, müəyyən bir Volvo seriyası, yük seriyası da var ki, belə deyim, bunların modelləri 2-3 cürə gəlir. Bunların həm rəngindən asılıdır, həm də realda necə full paket, sadə paket olduğu kimi, həm bu tırların da var. Misal üçün, burada görsəz, düzdür, indi rəngləri də fərqlidir, illər də fərqlidir. Başqa rənglər var. Burada başqa rəngləri var. Qutular da belə olur, elə sizə göstərim. Maşallah, ağırdır. Bu şəkildə olur. Bu eli bordo səhvlərlə satılması. Görürsünüz, tam internetdən də baxa bilərsiniz. Yəni, korobkası bu şəkildə gəlir bunların. Bu da başqa rəngi. Bu, belə yaşılımsı metalikdir. Belə fərqli sos rəngi də deyirlər, belə qəribə rəngi var. Bunlar bronz rəngi, belə desək. Burada da bunun belə qara rəngi var. İngilizcə toxunaq. Belə maraqlıdır. Arxasını tam da göstərmirəm, çünki demək olar bütün iş maşınlarının arxasını. Hamısının arxasını yəni qoysun, göstərin. Bəlkə maraqlı olur. Sonra bunun rəngi həqiqətən qəşəngdir. Həmin o illərdə elə rənglərdən istifadə ediblər ki, həqiqətən yeri var da, yəni. Və realda, yəni belə bir maşın var, yəni realda da. Belə rəngdə, bu bəzəkdə. Rəng tonları, falan. Yəni həqiqətən başqa bir aləmdir. Bu da antenaları falan görürsünüz, yəni fikir verin, bunun hər hansısa bir antenası qırılanda modelin həm qiyməti düşür, həm görüntü keyfiyyəti düşür. Yəni bunlar əsas olan bir şeydir. Həm də model gözündən düşür. Bəli, həm model də gözündən düşür. Çünki bunun üstündə iş görmək belə çətindir. Bunun öz ustaları da var. Sonra belə keçsəm. Burada bu görürsünüz bir dənə dizayn əslində güclü deyil, amma elə gözəl düzəldiblər ki, yəni adamı özünə çəkir. Sonra bu olsun, indi buna keçərəm. Elə bunu arxaya bax, uzun bunun seriyalarıdır. Misal üçün, bunlar nədir? Vigor. Deyəsən, süd falan daxil gəldik ki, göstərim sizə işləmələrim. Belədir. Əsas, bax, yenə gəldik mənim favorimə. Mənim favorimdə burada gördüyünüzdür. Bu da başqa aləmdir. Onları sizə göstərim ətraflı. Baxsaz işləmələrinə, logolarına necə yığıblar. Plus arxası da odundur, tonaj. Vurub Burası işlək deyil. Elə işlək olmaması da daha yaxşıdır. Çünki 1.43-də nə qədər tərpənən detay olursa, o bir müddətdən sonra belə yararsız olur. Ya qırılır, ya belə bir şey olur. Amma bu elədir ki, heç arasasılmı deyil, möhkəmdir yəni. Arxasını göstərim belə. Bunu da qoyaq öz yerinə. Gəldik uşaqlar, bizə tanış olan, daha doğrusu bunun ili təzələridir. Biz gördüklərimiz. Amma yəni rayona gedəndə 100% belə tipli tırlar görürsünüz. Ki, Türkiyə demişkən hafriyat işləri ilə məşğuldurlar. Bunda Bu belə yeni modeldə var. Bu da sənin deyən hafriyat işləri üçün. Bu balaca kabinini gördüyünüz kimi. Belə tikintidə falan. Qoysan yanbayan, qoy belə fərqini göstərir. Yanbayan fərqini göstərir. Bax, bu əsasən uzun yol üçündür. Qısa ramadır. Bir dartan hissəsi var da, bir mostdur.
Bu da həmçinin də sadəcə bu daha qısa yollar üçündür. Fikir versəz kabinası Hündürlük sağdakı fərqi var, daha alçaq. hündürdür. Soldakı daha alçaqdır. Yəni budakı manevr olsun, hafriyat olsun, yəni bildiyin tüstü dumana qaçır da. Yəni bunun da öz xüsusiyyətləri var. Plusdakı belə bir şey də deyək, səskiniyə kabin birində hündürdür, birində balacadır. Adından məlum olduğu kimi sağdakı uzun yol üçündür. Uzun yolda da biz demək olar ki, orada qalırıq, yaşayırıq. Ona görə ayaq üstə durumuna gərək adamın başı dəyməsin. Amma bu hafriyatdakı, yəni çox uzaq yol getmək deyə, yəni bunlar üçün problem yoxdur. Plusdakı hafriyat üçün daha sadə paket olur. Daha da ucuza qaçırlar ki, toplu alanda istifadə edəndə daha rahat olsun. Deməli uşaqlar, köhnələrdən bir dənə də belə Volvo var. F89. F89. İndi uşaqlar, arxaya birazdan keçəcəm. Sizə custom iş göstərirəm ki, siz bunu internetdə, YouTube'da, xarici ölkələrdə, Avropada, İsveçrə, Danimarka filan elə coğrafiyada belə tırlar görə bilirsiniz. Bunun da sizə deyim hazır modellərdir. Üstündə ağ canavar şəkilləri, qut canavarları. Sonra Hella var. Hella deyəndə yəni də duman işıqları, duman Tamam. elektrikləri, gözlər. Arxasını göstərim, çünki bunun biraz arxası fərqlidir. Hə, Biraz uşaqlar. Bu arxası da fərqlidir. necə ki BMW-nin M paketi varsa, bunlarda da xüsusi paketlər gəlir. Yəni bunlar illiyinə də asılıdır, başqa bir bayrama da asılıdır. Yəni onlarda biraz kultur fərqlidir. Məsəl üçün bunun arxasını görürsünüz, maşının arxası topuna oxşuyur. Hər yeri bağlı. Mon Flower də yazır səhvə. Mon Hovler. Hovler. Hə. Monu bilirik, Hovleri bilirik. Hovler səhv hürən deməkdir. Yürüyən, mırxav. Onun salonunda Salonda mavi rəngli, interest rəngi var, maraqlı rəngi var. Mən şəxsən rəng tutumu super, yəni mən bəyəndim. İndi istəyirəm keçək Opel Volvo'ya. Bunu da sizə göstərim. Baxın, Michelin oyuncaq bebeləri türkləşmişkən, siqnalları, işıqları, qabaq reşotkası, eyni rəngdə özdə. Yəni, belə göstərim sizə. Bunun da arxasını çevirək belə. Belə bir şeydir. Yəni uşaqlar, bu iki model customdır. Yəni modeli alanda belə yığılır. Məsəl üçün bunları görsəz hamısı sadə variantda gəlir. Amma bunlar sırf yəni customdur. Plus bunların da realı var, yəni realı ilə birə-bir yığılır. Uşaqlar, bir dənə də belə bizim Volvo avtobusumuz var. Gördüyünüz kimi belə istəyirəm belə göstərim. Yəni Opel Volvo'lardan falan daha iridir. Bu da yəni səbəbi onsuz da avtobus olmağıdır. Avtobus realda da daha iri olur. Məsəl üçün belə Birinci avtobusdan da böyüdür. Birinci avtobusu da Volvo'nun. Yəni belə göstərim sizə salonu. Hər bir detayı işlənib. Yəni maşallah iridir, çox iridir, çox ağırdır. Yəni diskləri falan olsun, hər bir şey yerində. Allah bismillah, bunu da fırladaq. Bu da arxası. Elegor da bu da. Bu Elegor. Elegor. Onun firması da belə bir şeydir. İndi kesin bu bir avtobusa. Onu göstərim sizə detaylarını. Bunun arxasını göstərək, maraqlı. Arxası mütləq. Görürsünüz uşaqlar. Zapaskası filan yerində. Yəqin ki, elə o dövrlərdən başlayaraq tramvay, trolleybuslarda da arxaya minib gedənlər olub. Bu hilədən istifadə edən olub. Görürsünüz disk qapaqları filan. Biraz burası alabaşa oxşuyur. Bizim qazın buraxdığı maşınlar bir dənə avtobusa maşın.
Valla indi sizə bir dənə də Volvo göstərirəm. Bunun traileri ayrı gəlib, yəni arxa preseti özü ayrı. Bu arada bu məlumat da sizə çatdırım ki, Liboy 1.43 olsun, 1.18 olsun, problem yoxdur. Liboy belə maşınlarda arxalığı, yəni traileri maşının özündən baha gəlir. Yəni bu da onun görüntüsünü deyir. Misal üçün, yükü özü daşıyan belə tipli yük maşınlarında, yəni bu ayrı gəlmir. Bunu da göstərim sizə. Bu ayrı gəlmir. Amma tırlar deyilədir ki, bunun arxasında heç nə olmayanda biraz boş görsənir. Bunu da biraz verim qabağa uşaqlar, baxın. İşte bunu koyayım. Hə, eyni yerdirlər misal üçün. Rəngə var bir dənə. Hətta istəsəm bunu da yanına koyayım. Hər şey yeni maşındır bunların. Problem yoxdur. Ben yer eləyə bunu koymura. Hə, uşaqlar, sizə göstəreyim. Bunlar demək olar ki, eyni kabindir. Ola bilər bəlkə il fərqi, kuza fərqi olsun. İndi misal üçün sizə göstərim. Bu boşdur. Yəni arxalığında heç nə yoxdur. Düzdür, belə də yəni vəhşidir. Bunun dizaynı olsun, bu başqa aləmdir. Təkərin dönməyi olsun. Səhv eləmirəmsə açılmalıdır. Açılır. Deyirəm axı boşluq var. Tamam. Bu da bir hopqa. Göstəreyim. Misal üçün Bu üstünə 660 da, yəni 660 at gücü olduğunu göstərir. 660 at gücü. Bildiyiniz kimi uşaqlar ən belə güclü at güclülər Volvo'larda olur. Yəni bunu mən Etsa'dan bilirəm ki, ən sürətli gedən. Hal-hazırda 780 səhv. Yəni məndə 750 modeli var. Bax məsələn böyrünə yazılıb, bax bunu göstərir. İzləyicilər, bax bura 750 yazılıb böyrünə. 750 modeli var. Mən də prosta 780 modelini almamışam mən. Hə, o elə. Uşaqlar misal üçün bunun burası belə, yük özü daşınmır. Gördüyünüz kimi bunu bayaq göstərdim. Bir də belə bir gözəl bir şey var. Sizə göstərim, xaldın ipindən tutmuş. Özünə qədər. Bax, yəni belə möhkəm bir şeylər var. Uşaqlar indi çox uzatmadan belə bunu da göstərim qaçım artıq sedanlara. Bu da Michelin oyuncaq bəbələri yenə. Çox maraqlı bir şeydir. Uşaqlar, yəni bir-birinə oxşasa da bir dənə adamı cəzb edir. Uşaqlar, indi keçdik sedanlara. Misal üçün, bunun rəngini görürsünüz. Çox belə gözəl rəngi var. Göstərsən. Xamilyondur. Mən hələ indiyə kimi xamilyon, yəni belə model maşın başqa bir yerə görməmişəm şəxsən. Bilmirəm, bəlkə də var. Amma indiyə kimi görməmişəm. Yəni maşının rəsmi rəngi xamilyon gedir. Uşaqlar, sonra burada bir dənə klassik belə Volvo Amazon Coupe. Problem yoxdur. Bunun bir nə özəlliyidir? Bu Volvo Amazon yəni modelinin kupe versiyasıdır. Volvo Amazon modeli ilə ki, Volvo'nun ən məşhur modellərindəndir. Volvo Amazon. Qoy onu da göstərəndir bu. Yəni bu modelin elə bir kupe variantıdır. Belə yan-yana qoyum. Bu modelin İkisi də belə. Göstərək. Prosta Abi kupe olmayan versiyasını göstər. hə, bu. Bunun ama zaryadkası qutarı. Bu qalsın burada. Basın bağlayım söndürüm bunu. Tamam. Gördüyünüz kimi eyni maşında rəngi fərqlidir. Bir də şey olmalıdır. Cabrio deyil, kupe deyil. Ayrı yer seçirəm. Avarində sizə Volvo 240 GL gedir yəqin kağıdı. Bunun indi tarixin desin. Deməli Volvo 240 və yaxud da 240 GL, 240 GL yəni ki, Grand Lux deməkdir. Volvo'nun ən çox satılan modeli olub 2025-ci ilə qədər. Yəni bu ilə qədər Volvo'nun indiyə qədər satılan, yəni Volvo indiyə kimi ən çox satılan model olub.
Yəni Volvo deyiləndə məsələn xarici ölkələrdə falan ağla gələn ilk modellərdən biri Volvo 240 modeli. Yəni bu modellər. Bu illəri 2025-ci ildə ən çox satılan model olaraq deməli oldu Volvo XC60. Düz bu model 2025 modeli deyil. İndi o da var, mən də sadəcə prosesini axtarıb tapmaq lazımdır. Yəni bu model oldu Volvo'nun ən çox satılan avtomobili. Amma birinci bu olub. Hə. Yəni ilk Yəni- rekord qıran belə Hə. şey. Yəni bu ilə kimi 2025-ci ilə kimi Volvo 240 modeli idi. Yəni uşaqlar görün texnologiya hardan haraya gəlib, amma mənim aklım deyir köhnələrdədir. Çünki bunun bu vidi var, bu başqa aləmdir. Bu model də Volvo P180 modeli, daha doğrusu P1800 modelidir. Yer üzündə ən çox yürüşü olan avtomobildir. Volvo P1800 modeli. Yəni vaqon versiyası da var. Bu indi şeydir, yəni vaqon deyil. deyil. Leşkalardan daha çox gedib də. Belə 100%. Yəni Volvo'nun çox belə əfsanəvi bir modelidir də, yəni çox əfsanəvi modeldir. Arxasında sənə zəhmət. Arxası da maraqlı. Volvo S60 Concept. Yəni bu S60 modelinin elə bilin ki, prototip versiyası. Bəli, prototip konsept. Birinci versiyası. Şola görürsüz damlıqlı. Necədir? Salonu da. Yəni uşaqlar, soldakı indi göstərdiyimiz prototipdir, satışa çıxarılmayan versiyasıdır. Bu isə ən son satışa çıxarılan versiyasıdır. Görürsüz ki, dəyişikliklər həddindən artıq çoxdur. İstər qapı olsun, Amma oxşarı da var da biraz. arxası olsun, istər dam olsun. Yəni mən inanmıram ki, Volvo bu qədər sağlam marka olub, bunun damı belə ilə. Yəni o mümkün deyil. Yəni salonun rəngi olsun, arxası olsun, həqiqətən yəni düzdür. Bu yenilik deyil. Həqiqətən bunun dizaynı superdir. Amma bir maşın alırsansa əlbəttə ki, buna baxarsan. Yəni mənim fikrim budur. Uşaqlar, indi sizə bir yeni model göstərirəm, indi haqqında məlumat verək. EX90 modelidir. Volvo'nun elektrikli modelidir. Yəni belə deyim də, Volvo XC90 modelinin elektrikli versiyasıdır. Bakıya da gəlib bir-iki həftə olar Bakıya gəlib satışa. Bakıda var hazırda, salonda, avtosalonda var satışda. Ha, bu mənim gözümə bir şey sataşdı. Sən nəsən var qardaş? Bunu niyə qoymusan var? Sən lisən nəsən? Sən Volvo'san. O orada lidardır. Belə bir şeydir. Arxası amma çox qəşəngdir. Arxası yəni arxası bizim millət möhtəşəmdir. yəni bəyənəcəyi bir tipdədir həqiqətən. Belə vazvrutlu duruşu var. İndi sizə belə bir şey göstərim. BBS-də falan həqiqətən möhkəm bir şeydir. Biz bunu fırladaq eləyək. Və realda belə maşın var. Hə, var. Hə, realda belə maşın var. Yəni maşın iki dənə rəngi var. Bir dənəsi yaşıl rəngdir, belə interesting yaşıl. Və bir dənə belə rəngi. Həqiqətən maraqlı bir şeydir. Bir dənə də tanınmış Kuzalan. Mən bilmirəm, mən hamısına kərpiz deyil. Bilmirəm budur ya yox. Volvo 850 elə yəni özü də elə. Özüdür. Həqiqətən özüdür. Yəni bir dənə duruşa var bir dənə. Çox maraqlı bir şeydir. Buranı da oxuyaq. Nə deyir burada? Volvo. Hə, Volvo 850A. Hə. Volvo. 1024 dənədən bir dənədir. Biri budur, yəni 1024 dənə. Uşaqlar, hə, yəni sizə deyim, burada gördüyünüz çox modellər sayılıb buraxılan modellər.